Korniflilərə 2-ci məktub. 9-cu fəsil. Yoxsul imanlılara yardım. Müqəddəslərə göstəriləcək yardımla əlaqədar sizə yazmağıma ehtiyac yoxdur. Çünki yardım eləməyə həvəsiniz olduğunu bilirəm. Axayyada olan sizlərin keçən ildən bəri hazırlıqlı olduğunuzu söyləyərək, Makedoniyalılar qarşısında fəxr eləməkdəyəm. Sizin səyiniz onların çoxunu hərəkətə gətirdi. Sizlə elədiyimiz fəxr bu işdə boşa çıxmasın deyə qardaşları yanınıza göndərirəm və dediyim kimi gərək hazır olasınız. Belə ki, bəzi Makedoniyalılar mənlə gəlib sizin hazır olmadığınızı görərsə, sizə etibar elədiyimizə görə nə biz utanaq, nə də siz. Ona görə də mən qardaşlardan xahiş eləməyə ehtiyac duyuram ki, məndən əvvəl yanınıza gəlib vəd edilmiş bol bəxşişlərinizi qabaqcadan hazır eləsinlər. Qoy bu bəxşişlər istismarçılıqla yox, könüllü surətdə hazır olsun. Yadda saxlayın, az əkən az, bol-bol əkən bol-bol biçəcək. Könülsüz yaxud məcburi yox, hər kəs ürəyinin niyyətinə görə pay versin. Çünki Allah sevinə-sevinə pay verən adamı sevir. Allah sizə hər bir neməti bol-bol verə bilər, belə ki, hər bir şeyə həmişə, hər tərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun. Necə ki yazılıb, səpəliyər, fəqirlərə paylayar, salihliyi əbədi qalar. Əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verən Allah, sizin də əkin ehtiyatınızı çoxaldacaq və salihliyinizin bəhrəsini artıracaq. Hər tərəfli səxavətli olmanız üçün hər baxımdan varlandırılacaqsınız. Səxavətiniz bizim vasitəmizlə Allaha şükür eləməyə səbəb olacaq. Çünki elədiyiniz bu xidmət yalnız müqəddəslərin ehtiyaclarını ödəməklə kifayətlənmir. Həm də Allaha edilən çox şükürlərlə aşıb daşır. Bu xidmətlə sübut elədiyiniz kimi, iqrar elədiyiniz Məsihin müjdəsinə itaət göstərdiyinizə, onlara və hamıya səxavətlə yardım göndərdiyinizə görə Allahı izzətləndirirlər. Allahın sizə bəxş elədiyi hədsiz lütfə görə hər birinizin həsrətini çəkərək sizin üçün dua eləyirlər. Allahın sözlə ifadə oluna bilməyən bəxşişinə görə ona şükür olsun.